close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go. Daha bak. Through the wastelands, Oha, tatlı da ya. till my shadow turns to sun rays. And on we'll go. Through the wastelands, through the highways. And on we'll go. İki Qardaş kanalına xoş gəlmisiniz. İndi telefonla danışım bugün nə edəcəyik, hara gedəcəyik. Bugün Azərbaycanın ən sirli dağlarından birində 5 barmaq yeyəcəyik. Niyə ora 5 barmaqdır? Çünki uzaqdan 5 barmağa oxşuyur, bir insan əlinə oxşuyur. Ona görə 5 barmaq dağı adlandırıblar. İnsanlar el arasında müzakirə əsnasında adı belə olub, belə qoyulub. Deyilənə görə əvvəl orada karvanlar keçib və s. Biz sizə video daxilində, video irəliləyən dəqiqələrində sizə şey verəcəyik, məlumatlar verəcəyik. Çoxsuna inancına görə duaların qəbul olunduğu bir dağdır, gözəl mənzərəsi olan bir dağdır. Hamısını irəliləyən dəqiqələrdə sizinlə bir yerdə araşdırıb, öyrənib görəcəyik, getdik. İndi gedirik balaca məktəbə gitməyə. Oradan da Pamaya video keçirik, yola çıxırıq. Nəsə Əlifba bayram günlərdə biz də bilmirik, indi gedib görəcəyik. Gedək. Onu götürüb oradan da yola çıxırıq. Oy Allah, sən çıxdın məktəbdən aşkım, getdik. Tamam, masasını Hadi göstər, buraya mı masasını. sıra? Getdik, gəl. Hadi buraya sıra. Gəl. Ha? Hadi Bir. buraya sıra. Hadi buralarda aldılar sardı bucu. Melisanı gətirdik evə, indi gedirik, indi bundan sonra Melisanın yollarımız ayrılır, gedirik biz özümüz dağa çıxmağa. Nə deyəcəkdik Melisa? Abone olmayı yakmayın. Abunə olmağı unutmayın. Abone olmayı unutmayın. Bəyənməyi də unutmayın. Beğenmeyi unutmayın. Getdik. Dur. Aferin Getdik qardaş. bana. Hə, şarın qalır. Oğlum. Ah, buraxsan göyə gedir. Yaxşı həyatım. Hadi Bay belə. neden bilerek? Yo. Sağ ol. Deməli indi gedirik, gedəcəyimiz yeri göstər bir dənə. Oradan da baxın belə çıxıntılı görsənrik ora. Gəl şimdi. Baxın. Düz bura 5 barmaq dağıdır. Hə. İndi biz çıxırıq tras yola, oradan əl eləyib gedəcəyik. Orada pirin altına düşəcəyik və oradan çıxacaq dağa. Gedək pirin altında ya da yolun qırağında başlayaq yolu. Orada şey var, ziyarət edəcəyik, həm də ki video çəkib insanları tanıdacaq. Bir də maşın saxlatdırdıq, sağ olsun, əmi saxladı, biz əmdən sağ olsun paylaşım üçün. İcazə istəmə. Çox sağ ol. Əmi sağ olsun bizi götürüb oraya qədər aparacaq. İnşallah gedib orada tanıtım edəcək. Hər birinizə heç açıldı ki, çəkək. Gedək oradan aşağı. Üstə çatdıq, indi bundan üçün piyada gedəcəyik. Hə. Uzaq yoldan piyada. Oldu əmi, çox sağ ol əmi. Allah kömək olsun, dayı. Deməli dostlar, o göstərdiyimiz yeri gedirik. Yolumuz uzun olacaq çünki piyada getməyə çalışırıq ora. Maşınla yox, piyada getməyə çalışırıq. İndi gedək, yolumuz uzundur. Detayları yolda danışarıq. Pozar mənzərələri də sizlə paylaşacaq. Axın hamısı qurbağa balları. Bataqlığa düşdü yemişdən. Ay, daha başımıza gəlmədik olmadı. Maşından düşən kimi yağış başladı. Gəldik burada su içinə girdik. İnan səscə emişin üstünə gəlmişəm, ayağım parçadı. Heç kəs götürməmişik getdik. Biz də bilmirik də. Biz hər bayra çıxanda niyə yağış yağmalıdır? Bu tema mənə çatmır. Kəslər herhalde. Göz yaxın görsün. And olsun Allah mənə daşı qoyacaqdı ortaya. Belə telefon söyküb belə gəzəcəkdi. Yerdən bir də görüntü götürdüm. Əlimə atdım daşı qaldırdım altına ilan çıxdı. İndi o görüntüdən Belə bəxt də yoxdur yəni. yəni. Buradan yəni getmək var, yəni. Ay, o ilan tərəf göstərərsəydi olmasa. Asla şeydir. Daşı qaldırdım, üzü belə getdi. Çubuq sat var.
Daşqa alsa yayılacaq bu. Elədirsə koramaldır. Ay yox qaqa yox təmiz şeydir, karışmır da. Biraz şey oldu, ürküdü, ne yalan danışır, ilandı da. Bax, kolluğun da arasını qoymur, hər adam ayağını qoyanda qorxur. Mən qaldığım yerin daşın altında balalar çıxdı. Böyük ehtimal anası da var. Biz abi indi çoxsu mənim ilanlardan videolarımı satdığımı görüb evdə ilandan qorxam, o deyil də. Bu ilan santıdır. 15 dəqiqəyə iflic olursan ölürsən də. Yəni ehtiyac yoxdur. 15 dəqiqə qardaşım da mənə buradan oraya çatdırmağı həkimə qeyri-mümkündür. İndi Ciciko eləcək, uduzan udanı belində aparacaq məcbur. Böyle qatar yoluna qədər yəndə geçsə biraz rahatlayarıq. Biraz. Sonra getdi, gəl. Ciciko. Ay, la. Eləmə axı, eləmə. Şot insan demiş ki. Döyüşdən mən çox alacağım. Getdi. Ciciko. 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 2-1. Ciciko. Ah! Yaxşı. İndi ya Allah, Allah özü kömək olsun. And olsun, Allah özümdə ürkürəm, getdik. Salam ver. Şeydir, biz Bəxtayda saxladıq maşını, belə gedirdik. Dedi it sad olar, dedi it olmalı itin üstünə geçsiniz, amma dedi buradan daha çıxamayacaqsınız. Gürzə deyir, dəhşət çoxdur. Mən şahid istəmişəm, amma gürzə dəhşət çox. Bayaq da biz ilan gördük, sizə dediyimiz kimi, amma o da hədsiz dərəcəsində, dəhşətizm dərəcədə çox şey var imiş. İlan varmış. Onun üçün ən lazım bir ehtiyac yoxdur, bildiyimiz yoluna görə. Bildiyimiz yoldakı 10 km padiyon saat qardaşımla gedək görək. Çətin olacaq düz amma inşallah bəxtimizə alınsa, əgər Allahın izni ilə maşın düşsə, maşına gedəcəyik. Əgər biz bu videonu paylaşmışıqsa, demək ki, o gözəlliklə sizlə paylaşmışıq. Biz gəldik bura qədər. Buradan deməli çıxırıq, üzü sola bir dənə yol var. İnşallah bəxtimizdən maşın düşsəydi, bir nəfər ziyarətə getsəydi, biz də aparsaydı, qəşəng olardı. Yoxsa hələ maşın düşəsi, saxlayası, hər içi boş olası biraz. Böyük ehtimal bəli piyada gedəcək. Hə, çox böyük ehtimal piyada gedəcək. Buradan o cığır yol danışıb bayaq bir-birinə, ancaq soldan götürə belə üzü düz o dağa qədər, buradan çək, o dağa qədər getməliyik. Görək də inşallah ayındırsa süper olar və bu qədər də çəkəcək məmimizə dəyər inşallah. Çünki yağışın altında saat 5-də getməmişik bu soyuqda. Yaxşı olar deyəsən, getdik. Ayaq izlər tezədir. Buradalar. Buradalar. Demən az qalır. Dağ görsəm mənə dağ yoxa çıxır axı. Deyək o yuxu deyirdi. Hə. Xeyli yol qalxdıq. Elə yorulmuş o an olsun. O ağ evin yolundan qalxdıq. Turistə yağış. Tərk təmizlər tapsıyor. Səhərdən gəlirlər cəmaət. Yəni bu dəqiq qayıdırlar. Yəni biz səhv vaxtda gəlmişik. Yəni bayaqdan bəlkə 15 dənə maşın qayıdıb, amma bir dənəsi də olsa getməyib də. Biri gedirdi, o da ki saxlamadı. Dolu idi. Neysə. Hamı qayıdır, biz gedirik. Qismət indiyəmiş gedək deyək. Bayaq burada cığır var, cığından gedirdik. Qardaşım yenə də ayaq altı ilə qaldı. Ürküdük, çox ürküdük qayıtdıq. Yəni məncələn çək. Hələ yəni bizlə telefonumuzda düşürsə. Yəni çox yol gəlmişik də, çox yol gəlmişik. Yəni bu təpəni, yəni buradan yəni belə getməliyik də yəni. Ziyarətdən qayıdıq. Heç heç vaxt ziyarətə getmir. Yağışdakı dayanmaq bilmir, qayıda etsilmiş evi. Adiyom deyil, Elif'di, Elif. Tanrım İşlərim var, keydi. Normalda şortikin gələcəkdik. Sonra dedik ki, ziyarətə yeni gəlirik, ayıq saat. Şalvar geyindik. Belə, indi gedirik, yolumuz qalıb belə. Harasa 3 yarım falan belə kilometr yolumuz qalıb. Yağış da dayanıb, hə. Yağış da dayandı, biraz yağdı, islatdı bizi amma. 4 kilometr yolumuz qalıb. Dayanıb. 5 kilometr yol çəkdi ya bundan əvvəl. Yəni bu padiumdur. O 5 kilometr bizə 20 kilometr kimi baş gəldi. Adamlar yəni hələ də gəlir, yəni gedən yoxdur. Hə. Görək başımıza nə gəlir. Ancaq gəlirlər, gedənlər yoxdur. Az qaldı, çatırır inşallah. Görək nə olur ya. Maraqlı görüntülər gözləyir bizim orada. Bəli.
Çox çətinliklərimiz oldu. İlanla qarşı-qarşı gəldik. Hələ biz getdiyimiz yeri çəkmədik, hələ su birikintilə satda var, keçənmədi, yolumuz uzandı. Gəldik, hələ səhv yerlərə girdik, mağaza sat görmədik. Biz fikirləşdik ki, mağaza görərik və yaxud hansısa belə bağdan qarşısında su içərik, su tapanmadik, susuzluq yaşadıq. Qavamız almır. Yəni necə deyim, nə qədər mal-qara çıxdı. Yəni bilirdik ki, inanırdıq ki, arasında belə çobanlık falan filan olur. İndi çobanlık deyirəm, çoxsu normal gəlir. Mən qardaşım 2 dəfə itdi şifti, ona biraz travması var. O barədə biraz çəkinirdi ya. Amma yenə dayanmadıq gəldi. Yağış yağdı, yenə dayanmadıq. Yağış gücləndi, biz yenə də dayanmadıq. Amma şükür Allah, hava da düzəldi. Heyvan qorxusu getdi, yolda tapdıq. Biz cığırla düşmüş gəzirik. Bura ilk dəfədir gəlirik. Onun üçün məlumatımız yox idi. Bu yol saat falan heç nə bilmirdik deyə. Nə? Uzaqdan çəkəcəydim sən. Nə oldu? Heç, davay. Hə, şeydir. Yolu tanımırıq deyə. Yolu tanımırıq deyə bizim üçün də şey oldu. Çətin oldu. Amma belə soruşa, necə deyirlər, insan gedə bilməyəcəyi bir yer yoxdur. Az qalıb indi inşallah çatanda isə çox ətraflı məlumatlar. Çalışacaq molla olsa əgər, ora haqqında məlumat olan olsa əgər, ondan sorğu-sual edəcəyik, daha ətraflı məlumatlar çatdıracağıq, mənzərələri, görüntüləri, oradan aşağı necə görsənir. Mən bildiyim qədərilə Xəzər dənizi olmalıdır bunun arxa tərəfində. Da bilmirəm nə qədər düzgündürsə, elə oxumuşdum araşdıranda. Olsa əgər o görüntüləri çəkəcəksə, üstünə ziyarət yeri çəkəcəyik, hamısını bir-birisi ötürəcəyik. Getdik. Xeyli ağır yol gedirik. Çatmaq bilmirik ki, bilmirik də. Bilmirik ya Allah. Hər nə qədər yolumuz var. Suyu çəkmək istəyirdim, ayəşə su var. Burada suyu çəkmək istəyirdim uzaqlamaqda, amma su olan yerdə ilan da olur da. Necə deyərlər, su həyatdır. Su varsa orada hər şey gözləyirəm mən. Birinci var, uzaqdan çəkim. Suyun səsi bilməm deyə, mən sakitləşdirir. Bu bayaqdan video çəkdik, biz başardıqsa. Nəsə, yollar. Nəsə get qutarmadı ha yol. Hayır. Hə? Nəsə. Bir yarım falan qalar məncə. Mənim kimi insan yolda indi pis verin də. Bir də yəni Bir kilometr yarım yol qalar. getmirsiniz, ancaq dik qalxırsınız. Hayır, ev lift işləmir. Ayağı bir var yuxarı qabağa atasan, bir də ancaq yuxarı atasan. Ancaq ayağı yuxarı gedir. Yəni 1 metr atsanız yarım metr sat. Çünki hündürlüyü də var. Məncə biz başaracağıq. Buraya kimi gəlmişik. Az qaldı. O yağışda biz dala qayıtmadıq ha. Maşın düşdü. Biz çobanlıqda saxlayırıq. Əlimizdə fürsət də düşmüşdü dala qayıtmağa. Yolda maşınlarda xeyli keçirdən əl sərdi bəlkə polibom saxlayacaqdı biri. Amma biz çıxdığımız yol yarıda buraxmağı xoşlamırıq. Su tapmışıq. Amma gedənmirik. İlan qorxusu plus ilan qorxusu bir yana bataqlıqdır bura. Bu da mənim qardaşımın bahtsız talihi. Getdi, susuz qalacaq bugün. Sağ olsunlar, biz yorda saxladılar. Su verdi. Daha biz saxlatdıq, özləri saxlayırlar elə olmaqla. Hə. Allah zaman sayesinde. Gördüm qardaşım suyunu ölür, dedim bəlkə bir dənə suyumuz ola. Sağ olsun su verdilər, Allah kömək olsun. Allah. Çox qabaqdılar ha bizi. Hayır. Allah zaman sayesinde. Qabaqda da tablo var. Bayaq 5 km yazmış tabloda. Gedək nə qədər yazılır. Gedək görə indi 4 km sad yazılıbsa, çox bir ehtimal orada da qalacaq. Təxmin at. Neçə kilometr Məncə qalıb? 2 kilometr yazılır. Sən 2 deyirsən. Mən deyirəm 3 kilometr yazılıb. Gedək görək. Gedək görək. Nəydən mərc deyirsən? Suyundan. Sudan başqa istəyim yoxdur deyək. 5 manatdan mərc. Tut. Davay. 1. 3 ağac var. Yəni bu nə demək? Yəni mən qazandım 3 kilometr. Bu arada belə onsuz da biz danışıb polibom pulu ikimiz bir yerdə xərcləyəcəyik də. Sənin mənim də fərqi, amma yenə də o pulu sən mənə verərsən, bir yerdə xərcləyərik. Çünki nədir? Kişi kəlməsən abunə olmalıdır. Bu arada bura gələndə mənim bir şey fikrimi cəlb elədi. Yol boyu bir pullantı tapmadı. Su da qutarıb pulu qalmatan deyil. Niyə? Çünki biz evdən belə öyrənməmişik. Yol boyu sadəcə bir dənə stafetka gördüm yerdə, heç yox. Yəni bu çox fərqli birəsi fərqləndirici bir haldır. Ona görə millətimizə təşəkkürlüyümüzü bildirirəm, təşəkkürlüyümüzü canım sağlasın. Çox xoşbəxt olardım ki, şəhərçisi də, rayon içi də bu qədər təmizlik olsun. Yəni belə baxmayın, fısıldılıqdır, dağın ətəyidir, tənhalıqdır, keçirən maşınları. Gediş-gəlişlər çox var. Amma buna baxmayaraq maşından bir tullantı heç satmayır. Buna görə xalqımıza minnətdarım. Getdik. Sonra
Zarafat bir yana. O qədər yol gəlmişik. Hələ yaşını satmamışıq hala. 5 kilometr yazılmışdı. Özümüzü cırırıq, dağıldırıq, ora çıxdıq, bura çıxdıq. Su diləndi ya. 3 Gəldik. kilometr qalır. Hayda. Gedək. Mən fikirləşmişdim ki, bu video neçə dəqiqə olar? 5 dəqiqə, 10 dəqiqə. Amma belə baxıram, nəsə uzun video olacaq bu da. İnşallah çalışacaq bu video 4K kimi. Çalışdığımız qədər Kim videonu bilir? maraqlı çəkməyə çalışırıq. İnşallah İstədiyimizi, istədiyimiz kimi də olacaq. Gedək, orada görüşək. yəni bu qədərcə təkcə tanıdırıq. Yəni buranı təkcə gəlib gəzə də bilərik. Düzdür, çəkməyimiz bizə belə danışım da. Düzdür. Çəkməyimiz bizə plusdur, minus deyil. Niyə? Çünki yalnız biz polibon bir yol gediriksə, özümüzə də xatirə kimi çəkirik ki, qardaşımla gələcək günlərimizdə bir neçə il sonra açıb videolar belə izləyə bilərik. Maraq kimi, həm də ki, ən çox niyə çəkirəm? Evdəki oturub belə maraqla baxırlar, adamı necə istəyir. Sən xahişim olsun ki, dəstək olun, bəyəni atın, video qabağa çəkmədən axıra qədər izləyin. Bəyənin ki, bu video daha çox insan. Baxın, mən bu videoyu çəkməzdən əvvəl tut. Sizə bir məlumat verim. Mən bu videoya başlamazdan əvvəl oradan çəki arkadaş mənzərə düşdüm. Mən videoya başlamazdan əvvəl, YouTube'a başlamazdan əvvəl mən ən çox maraq edən şey nə idi? İnsanlar, YouTuberlar, YouTube podriyyət video paylaşanlar YouTube'dan nə qədər qazanır, nə qədər gəlir əldə edirlər. Biz bunların hamısını sizinlə paylaşacağıq. Bilirəm, çoxsu bu arada söhbət açıb danışmır. İnşallah ki, siz bir dənə bizə dəstək olun. Çox az qalıb o pul qazanma yerinin açılmağına. Açılsın, inşallah ki. Bəlkə də biz bu videonu paylaşan o yer açılacaq. Proqramlarını təqdim edəcəyik. O barədə hansı videoya nə qədər baxış gələn, neçə dəqiqə, neçə saat, bir videoya neçə saat baxış gələndə, toplam neçə saat baxış gələn nə qədər pul qazanırsanız. Bu videonu izləyən hər kəs bəyənsə, Gəlir açılar. hafta sizə şey eləyəcəyik, məlumat verəcəyik. Sizdən bir dənə istəyimiz odur ki, abunə olun, like atın. Bir də ki, xoş yorumlarınızdan bizə dəstək olacağınız yorumlardan yazın ki, biz də Azərbaycanın çalışımız hər bölgəsinin, bir də ki, harasa maraqlı gəlirsə, harasa biraz sirri gəlirsə, qaranlıq gəlirsə, nə soruşmaq istəyirsə yorumlarda yazın, o barədə video çəkək. Çünki boş-boş adam qonsuz. Deyirsiniz ki, yəni bu gəlin bura çəkin, yəni daha maraqlı bir söhbət var burada. Yəni gələrik də, yəni Həftə içi mənim qardaşım elə yəni. çox vaxtı belə qısa işlər tapıb günlük işlərdə işləyir. Mən özüm idmanda olum, amma bazar günləri boş olur. Hər bazar video çəkirik. Siz istədiyinizi yazın, biz ona uyğun video çəkək. Onsa biz proqram video çəkirsə, tək sizin ürəyinizdə olsun. Bir dənə biraz sürətli danışıram, uşaqdan biraz şeydir o. Vərdişdə aşkım, bilmirəm sizin sisteminə əlaqədardır ya nə iləndirsə, bilmirəm, bəlkə yuxusuzluqdandır. Bu arada, yuxuda biraz şey problemi var, biraz yuxusuzam, onun üçün. Bilməm bir dənə çıxıb, bir dəqiqə heç nədən xəbərim yoxdur. Bir dəqiqə hal-hazırda heç nədən xəbərim yoxdur. Edit deyəndə xəbərimiz olacaq. Xəbərimiz olacaq. Yuxlayam deyə divondan yollayıram. Belə, Всё. gedək çataq. Məşq gedəməmişəmsə gündə. Dedim podiuma götürüm qardaşım, qalxım. Biraz ayaq məşq olsun. Deyilənə görə bayaqki maşın... Oo, dağa bax. Oha, çatdıq da ya. Oha, oh my god. What? Çox gözəl görsənir də, çox gözəl O şey görsənir. video deyir, what is this? What is this? Woo! Deyəm. O daşı seç, o daşı var. Görürsün o daşı bilmirəm. Dənizin ortasında bir daş var. Ağ rəngdə. O bir rəvayət var. O rəvayəti görə indi onlar danışarlar, orada getdiyimiz əmlər. Yəni mən tam dəqiq deyəmmərəm. Yəni belə bir rəvayət var. Məsələn var o deyəsən. Peyğəmbər söhbəti falan var, daşa dönəsən. Belə bir söhbət var, dəqiq Hə, bilmirəm. daşa dönmək söhbəti. Bildim, onu dəqiq öyrənib danışarıq. Dəqiq öyrənirsə O, danışarıq. o daşın rəngi çox gözəl imiş. Soğuq be Allah. Qəşəng. Buyur bax. 1-2 yaşadıq. Hə, sən çox qalxdıq, çox yüksək qalxdıq. Deməli uşaqlar, indi bir şey fikir verdim sizə. O bayaq dedik Psulkan şeydir, yer atmırıq. Sadəcə dənizdə Psulka görmür, belə bir yer atmışıq Sumkadadır. Sumkada. Onun üçün bir qabına atan yerdə də video çəkib paylaşarıq. Sonra cəmaat deməsinlər də orada 5 dəqiqə, 10 dəqiqə durub şeydən danışdılar, planetdən danışdılar, sonra yer atdılar. Az qaldı ha. Satırıq. Yəni gördük də yəni.
Amma uzaqdan keçəndə gör ya, yaxından tam başqa cür aura yaradır insanda. Bizi yəni nə yağış saxladı, nə ilan saxladı. Biz heç nə saxlamadı ya. Düzləndi, ya Allah Bu dedi, qədər- düzləndi yola. Bu qədər yola çıxdıq, bu qədər podium çıxdıq. Qaydanda bir sən olacaq. Neytral atıb gedirik aşağı. Az qaldı, çatdıq ha qardaşım. Hayır. Vur bura. Gəl, düz 2 saatimiz oldu. 2 saatdir ki, dayanmadan podium gəzirik. Bu arada burada bir şey fikir verdim. Baxın, qıraqda indi insanlar çəkənmirəm. Qadınlar, xanımlar falan da var. Ora insanlar kiniyə falan Ay yaşı, ailəvi gəlirlər bura. Maşında evi ki, lavazımatlar, yeməklər, Ziyarət edirlər həm də. gətirirlər Ayşən. Həm ziyarətə gəlirlər, həm ziyarət, həm ticarət. Yəni bura gəlib keçən, yəni ailəvi Ya gəlib belə otura mənzərə bilərsiniz. çək. Ailəvi gəlib otura bilərsiniz. Çox belə qəşəng, maraqlı, iç açıcı yerdir ya. Ha yaşa, hə. Bilmirəm, biz o qədər əziyyətdən sonra gəlib bura çıxdıq deyə bizə maraqlı gəldi. Yox, həqiqətən bir maraqlı var. Namazını da qılamışam, namazını da qılaram burada, yer varsa əgər. Yaxşı olardı ki, ortam olur. 2 saat, düz 2 saat dayanmadan podium qalmışıq. Hələ gəlmiş tapmışıq bura. Hələ nə var? Hələm. Buradan bir dənə qəşəng Çin sətdir. Çin sətdir, pilləkan var. Pilləkan qalxır dağın düz üstünə. Hamısını inşallah ayrıntılı paylaşacağıq. Ot yanı bir dənə orada çəkək. Risk fırlan bura. Vurmağına qorxam hələ təksə. Balasını qoydu, neynəsin? Balasını qoruyur ha. Sağa elə sağa. Sağ. Ay kömək edin. Bir. Başladıq pilləkənə. Bu arada bu deyil. Dəli yıxıldı. Gəl sot gez. Başda pilləkən açmaq rahatdır bu arada. Pilləkən olsa belə, üzü belə aşağı pilləkənlərdir. Aşağı çox rahat çıxır. Çox rahatdır çıxmaq. Adam yəni qabağı itələyir. Birazdan rahatlıq, nəsə rahatlıq verməsən. Yo rahat dəqiq rahatdır. Hə. Burada bayaq yuxarıdan aşağı ha. Hə, yuxarıdan aşağıda var. Çək. Bir dənə. Dinlədi koltuq. Qəşəng. Al bu söz verdiğimiz fırka, bu da ki emmiş, emolya. Bu da bizim dağ, yani 5 parmaq, bu da mən. Bakıdan, Gezə. belə Sezəndən gəlmiş Gəzəzə.
Tampo var ya Şəhliyar dayı. Tanıyırsınız? Tampo, Şəhliyar dayı. Onlardan. Firdun baba, sadolarla. Ha. Bəli. Cümlədən. Getdik axı, gəl. Oy, mənzərəyə. Dənizə bax, bu dənizin gözəlliyinə bir dənə bax buradan. Masmavi. Hələ gəldik, bitdi mi, bitmədi. Oranı, sən şu dağların arasına Pləşən qalxırmış. İndi bildik bizdə. göstərəcəksə onu. Oradan ta o dağın başına qalxırmış. Mən onu bilmirdim. Elə birini buranmaq istəyir. Görək o dağdan sonra qalxacaq. Biz bulutlar başlı çatmışıq. Oradan da helikopter falan göndərirlər. Belə dava getdiymiş. Bir. Şu an belə bir məzarlıqda tapdıq. Baş daşıdı səfərlərimizdə bulan məzarlıqdır. Tam dəqiq məlumatım yoxdur. Daşa dönüb məsələsi bəlkə budur. Bilmirəm. Daş- Yo, bu deyil. Bilmirik onu tam. Bu barədə bilənlər varsa, indi heç kəslə soruşmalı adam yoxdur. Bu barədə bilənlər varsa, həmin yorumlara yazsın, bizə məlumatlandırsın. Çox maraqlı gəldi. İndi gəl bura. Ver mənə. Bu yenə yıxıldı. İndi. Buranla. Bu pilləkənlə. Qalxacağıq dağların arasından. Baxın, buralarla yuxarı. Böyle. Tez. Maraqlı göstər var. Gəl mövzu müstəqillik də. Bu arada qorxmayın. Bir dəqiqə sənə söz deyim. Bu arada buraya gələrkən bir şey fikirləşmişdik. Adətən dağın ətəyi çobanlar falan qoyun falan otardılar. Qoyunların yanmışa. Heyvanların iti də. İt olur da yəni. Onların saati it olur. Biz onu nəzərə almışıq amma yoxdular yəni. Buraya gələrkən o qorxular yaşamayın. Yəni rahat gələcəksiniz. Belə. Yəni qardaşım deyir ki, itlərdən qorxmayın. Yoxdur heç. Hə, it heç yoxdur. Bir yanıma gəldi. Çoxsa kimsə pisdən deyir. Ay, it kimidir, it kimi mundardır. İtlər pis heyvan deyil. İtlər hesab edin ki, insanlarla bir qabdan yemək yeyib deyə, biz onlarla yeməyimizi bölüşmüşük deyə, öz nəslinə olan canavarları satırlar. Məsələn, canavarlar gəlir məsələn heyvanları şeyləməyə, ovlamağa. Öz nəslinə olan da canavarlar da itlərin öz nəslindəndir. Təbii ki, onlara mane olurlar ki, gəlib qoyunları götürməsin. Biz onların çörəyi bölüşmüşük, bizə xəyanət eləməsin deyə. Ona görə itlər yaxşı heyvanlar, onlara çox pisləmək, heyvanların qayğısına qalaq. Heyvanları sevməyən, bitkilər sevməyən insan deyil, mənim bu şəxsi fikrimdir. Əgər bir insan ki, heyvana şiddət edirsə, bitki görəndə onu vicdansızcasına əzirsə, o insan, mən bir kitabda da yazmışam bu barədə, indi uzun danışmaq istəmirəm. Bunları eləyən insan, heyvana zərər verən, canım sənsin, bitkini belə heç pis olmadan belə qırıb tullayan, hər kəsən də belə o budaq qırıb belə ziyan verən insan deyil. İnsan adı altında gizlənmiş canlıdır. Canlılarla insanlarla da fərqi mən istəyərəm ki, uzun danışım, amma o barədə kitab yazıram inşallah ki, kitab çıxanda oxuyarsınız. Çox maraqlı bir kitab olacaq. Heç bir şey getdi. Gəl sizə gəldiyimiz yeri göstərim. Dağların arasında belə bir qəşəng mənzərə də var. Gəldiyimiz yeri ki, orada yola baxın. Bu yol var ha, bu yol. Oradan Allah tək şahidimdir, siz də çəkib göstərmişik. Allah tək şahidimdir ki, heç bir maşın tutmadan ən aşağı yoldan ən yuxarıya qədər gəlmişik. Heç bir maşın saxlatmadan. Düz deyilmiş. Bəli. Gedək yuxarı. Hələ də çıxış var. Yolumuz var, gedir hələ də. Çəkil. Aymış, ayağımın altına gir. Siz daha gəlib beylənməyin də, qırıb tökməyin, qoruyun. Bu belə ağır idi, biraz sallanın, belim asılışsın. Bir yanda tümlük vurdu. Siz gəlib daha qırıb dağıtmayın. Bu şanın belində zədə var, tamam olur. Canım sənin mənim qardaşım. Bir idmançı kimi qardaşım elədi, mənim nəfsim çəkdi. Bu qədər yüksəklikdə biz də bir dənə, bir gəlin dosa tümlük vuraq da. Bir əlimdən də bir dənə tümlük, baxın. Sumka doldu. Bu yorğunçuluqla. Bir dənə də sol əlinlə. Getdi. Qardaşım bir şey deyim. Çox qəşəng bir şeydir də yəni. Yəni bura gəlməzsə, bura gəlmişsə çox şey qaçırdıq sizə yəni. Gəl.
görüntüye bax, görüntüyə. Vay 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 vay. O suya bax, su birincidir sən. Gözlə. Get telefon ver mənə. Videodadır. Əncə zaman harda çıxır? Bir dənə göstərən sonra. Oradan hara? Yəni bu gözəlliyi qarşısına donum qalıram. Həli, bir də ki bu yaylıqlar bağı babra. Bunlar nədir? Bunlar da bir nəzər tutun yorumda yazsınlar. Əncə olsun. Ha. Va, heç nə yox, heç nə. Bir dənə bu görüntüyə baxın bir dənə. Bu mənzərə, bu görüntü. Bir dənə bu hündürlüyə, bir dənə baxın hündürlüyə. Bir dənə yıxılmayım ehtiyatla. Ay yaşa. Hündürlüyə baxın. Telefonu çox hündür görsənmir axı. Niyə? Mən sədiyimdə burada aşağısı bəlkə də 20 mərtəbə boyutlu hündürlüyü var. Çox olaraq. Tam da o maşın yoxsa oradan qalxmışıq. Axı dinən də bir dənə. İndi biz tam zirvəyə qədər qalxmağa çalışırıq. Buranın hekayəsi Bakıda, buranın hündürlüyü haqqında məlumat verəcəyik. Əgər HTV-dən birini tapıb məlumat verəməsək, böyük ehtimal verəcəyik. Videonun axırında yəni qoyacağıq. Əgər verə bilməsək, hər videoda qoyduğumuz kimi ən axırda şəkil üstünə yazılı formada qoyacağıq. O barədə narahat olmayın. Hal-hazırda yəni tam zirvəyə çıxmağa çalışırıq. Tam zirvəyə biraz yolumuz qaldı, getdik. Baxın uşaqlar, görünməyən yerlər dedik, görünməyən yerə gəldik. Çox böyük ehtimal bunu çox insan bilmir. Bura indi hardan gəldi, necə girdik deyəcəksə. Mağara kim bir yerdir? Maraqlıdır. Bir dənə video tam söndürmə belə saxla. Çıx deyək, hardan gəlmişiksə. Çıx, baxın belə bir şey var. Nərdivan var, o da nəyin yanındadır? Buradan düşürsün, bura hal-hazırda biz çıxırıq. Allah. Deyib bayaq video çəkdik buradan. Buranı da göstər. Yəni Buradan gələndən sonra düz buradan nərdivan var, düşürsüz, oradır. Mağaraya çıxır. Belə ama hələ zirvəyə doğru gedirik. Ha. Yaylıqları çəkərsən sonradan. Yaylıqlar niyə qoyurlar? Nə olur onu bilsəz bənzəmsimizə yazarız. Və qardaşım buradan düşür aşağı. Qəşəngdir mənzərəsi. Axı dəyər axı. Çox qəşəng. Toxundurdu, ləzzət eləyir də sənə. Ay, çox qəşəngdir. Oy. Ayağımın o tərəfi uçurum deyə gəl. Bu da bizim şəhidlərimiz, fəxrlərimiz. Allah hamısını hər birinə rəhmət eləsin. Onlar bizim qəlbimizi istədilər. Hər birinin də ailəsinə səbir versin, yaxınlarına. Hər bir qəlbi ağrıyan, hər bir, necə deyim, onlar üçün üzülən Azərbaycanlıya Allah səbir versin. Ona görə pis olmayan Azərbaycanlı nəinki Azərbaycanlı, nəinki kişi, heç insan belə deyil. Niyə deyirəm? Bir dəqiqə, niyə deyirəm nəinki kişi, heç insan belə deyildi? Onları, necə deyim, yada salmayan, onların gedişinə pis olmayan insan kişi deyildisən, sadəcə kişilər üstlərini alır. Nə o ki, qadını kişilər hamısına deyirəm ki, onların yoxluğunda pis olmayan, qəlbi sızlamayan insan deyil. İnsanlıqdan danışmasın. Getdik qardaşım, gəl. Burada nə var? Qapı bağlıdır. Getdik. Yox. Aşağı saz götürür aşağı. Zirvədəyik. Həmişəki kimi yenə də zirvədəyik. Başardıq. Zaten bizim videonu paylaşmışıqsa, böyük ihtimalle benden biri biz başaracağıq. Biz bu yolu çıxan, biz iki qardaş kanalıysa, bu yolun axırına getməmiş, ər çəkmirdik. Bu arada aşağıda at sürdüyü videoda gördüyünüz kimi at sürmək istəyirsinizsə, indi belə üçün yeməklərin, çayın qiymətini məqlamsızdan bölüşəcəyik. Yəni buraya gəlmək istəsəniz, aşağıdan 5-6 kilometr maşınla dağ yoludur. Yaxşı vaxtı gəlsəz palçıqlı olar. Yəni baxın maşınınıza görə adam var ki, maşından palçıqlayan kimi bağ yayılır. Necə ki mən təmizlik sevən insanlar var. Adam var ki, məsələn maşının köhnədir, çoxdur, üstünə gəlmiş, iş maşınını saxdı, belə rahat şeydir, işlədiyi maşınlar belə rahat gəlməksə, oralara çox girmirəm. Əgər at sürmək istəyirsə, bir yekə kruqu 2 manata verirlər. Ödənişli də at sürmək. Yemək barəsində də məlumatlar verəcəksə aşağıda. Zirvədəyik. Zəti qazıdır, böyük ehtimal aşağı düşəndə heç bir video paylaşmayacağıq. Əgər zəti qutarsa, böyük ehtimal evdə bir dənə bitiriş videosu çəkəcəyik. Bəlkə qutaraq video burada. Aşağıda da məlumatlar. Bir aşağıda məlumatlar verək. Görək nə içərdir,
nəyə görə? At 2 manatdır bu arada yekə klub. Və onlarla da maraqlanmışsınız, bölüşəcəyik, burada qalın. Hələ ki bilmirəm aşağıda yemək, içmək baxımından nəsə verirlər, yoxsa özünüzlə onları özlərinə gətirən ailələr. Həm onları maraqlanarıq, həm dağın hekayəsini falan. Siz də işinizi bilərsiniz, əgər bura gəlmək fikriniz varsa. Məncə gəlməlisiniz yəni. Məncə gəlməlisiniz. Vəsə, keçir. Düz burada qardaşım. Baba Pirsevil ən küncdə yatıb qalmışam. Yarım saat, 40 dəqiqə saat olaraq ki yatıb qalmışam. Qalx bir dənə mənə çək bir dənə. Çox yorğunsudur. Çox yorğunsudur. Gəl mənə bir dənə çək bir iki şey danış. Gəl otur orada otur. Uşaqlar, pizza verin ki, dünən yatmadıq heç. Videosu da var. O videonu dünəndən bu günə keçən gecə çəkmişik. Yox, əstağfurullah. Siz bu videonu o videodan bir həftə sonra görürsünüz. Yəni bu məktəblə bu videoya baxanda bir həftə qabaq olur. Dünən yox, səhərdən dünənə keçən gecə canım təzim yatmadıq səhərə qədər. Olsa çox vaxt vermişik. Yəni o amma videoda qayd etmişik də. Gecə həyatı, gecə aydınlığı da bilmirəm adını nə qoymuşuq, hələ paylaşmamışıq, paylaşacağıq. Amma paylaşanda bir həftə sonra bu videonu paylaşacağıq. Böyük ehtimal siz bunu 10 gün yoxsa 9 gün sonra görəcəksiniz bu videonu. Nəysə. Canım səhərsin. O videonu çəkdik sağa gün. Yatmadıq. Pis ki o qədər şeylər elədik. Getdik nəzə. Bizə normal gəldi. Amma necə deyim, ondan sonra o normal gələn şeydən sonra bura pis ki 3 saat gəzmişik ancaq üzü yuxarı. 3 saat podium qalmışıq. Qardaşımla bir yerdə. O gündəki mən sizə demədim nə tərəfmişəm, videonu sonlandırdım. O gün orta saat 4:05 işləmiş. O vaxt da videonu düzəltdik. 4:05 işləmiş yatdıq. Axşam saat 11-ə qalmış durduq. Sonra da geçən 7 saat yatdıq. Sonra biraz gəzdik, tozluq elədik. Səhərə qədər otduq, biraz videonu yüklədik. Düzəltmişdik, yükləmək qalmış. Yüklədik, yatdıq fotolara. Biraz yer açdıq, gördük, depolama boşaldı. Neynəməyə getdik Beşbarmaq dağına, durduq, prama gəldik. Ən aşağısından gəzə düz 3 saat ən yuxarıya çatdıq. 2 saat aşağıya çatdıq, 1 saatda yavaş-yavaş öz tempimizlə çəkə-çəkə, xırda-xırda, bala-bala gəldik, zirvəyə çatdıq. Belə. Bu arada sizdən bir xahişim var, bu qədər əziyyət çəkirik. Yəni əvvəllər çox sözü düşünmürdüm, amma indi həqiqətən yəni maraq gəlir. Gəlir, yer açılır bizdə. Bu barədə sizə paylaşacağıq. Xahişim odur ki, bəyənəsiniz. Video like atasınız, bir də abunə olasınız. Bir də ki, mən biləm indi video yorum yazarsınız, desəniz yazın. Mən sizə nə deyim. Gəl eləyək də hər videoda sizə biraz əlaqəsiz suallar verəcəm. Siz də yoruma o sualın cavabını yazarsınız. Heç elə olub ki, ya bir maşında gedəsiniz, maşında mahnı çalır və siz naşini taxıb başqa mahnıya qulaq asasınız. Bu qədər əlaqəsiz şeylərimiz olub heç. Yorumlara yazarsınız, bir oxuyacağam hamısını. Bir də şeydir. Hər videoda bir dənə nəsə ağzımıza gələn sual verək. Davay, son döndür. Da o yoldan bu zirvəyə kimi. Bura ən zirvəydi yəni bu arada bunu deyim. Burada yol yoxdur, olsaydı gedərdik. Buraya gedər. Düşər aşağı. Məlumatlardan danışaq sizə. Qiymətlər baxımından yeyib içmək, yemək, abur-cubur nədir, soqdu-moqdular barəsində qiymətlər bölüşərsən. Belə bir şey. Getdik. Kameramanın qolu qırılıb, orada mübarizə aparır qolundan. Arkada çox belə səmimi görüntü var. Nəysə, təşəkkür edirəm. Elə aşağıda üstündən bölüşər ya şey. Davay. İcazə paylaşacağım. Buyur. Yəni bu dağ haqqında bir məlumat istəyirəm, kəsəcə maraq gəlir. Bura Xızır Əleyhisselamın məqamı, namaz qıldığı yerdir. Musa Əleyhisselamla görüşü var burada. Aha. Quranın Kaf surəsində açıb oxuya bilərsiniz, orada da var. Musa ilə görüşü var. Bu daşa dönmək nəsə məsələsi var idi ya, elə bir... Yox, elə bir şey yox. O şayədir. Onlar boş söhbətdir. Musa Əleyhisselamla görüşü var, o balıq ki dirilir gedir, gedərsin dənizlə dağın qovuşduğu yerdə bir adamla, səndən elmli bir adamla görüşəcəksən. Birinci Musa Əleyhisselam Allah'a deyir ki, məndən görəsən elmli, səbirli adam var, deyib var. Get filan istiqamətdə get, o sənə qabaqda çıxacaq, onu görəcəksən. Burada əvvəl karvandan sataq keçib, qoyursan oraya. Keçib aşağı hissəylə kəndin altından gedib. Karvansara da olub orada, çox dağılıb. Burada da qəbirlər var, çoxuna qəbirlər var, yuxarıda.
Ha. Tanınmış adamlar yoxsa şeyləri. Yox, indi belə itir bunlar fars yazılarından var. Orada da qəbirlər var. Bu maşın düşdü. Köhnə qəbirlərdir. Köhnə qəbirlərdir. İndi itib gedib də. Amma yol çəkiləndə oradan adam sümükləri çıxmışdı. Ha, düşmüş. Eşəm, çox sağ olun, başda. Sağ ol, Allah köməyin olsun. Gəldik burada sizə məlumatlar deyək şeydir. 7-8 manatdır burada kababın qiyməti. Çay Kebabın, çay sosu kebabındakı şişi 7-8 manat arası belədir. 8 manat arası belə. Yəni görün qəşəng yerlərdir, yəni tövsiyə edirəm. İndi qayıdırıq. Qaydını video çəkmək üçün zərətka 3%-dir. Ha, Ha, evdə bitiş Bitiş edəcək. Ya da burada videosu eləyək. çəkəcəyik. Gəl burada eləyək. hə, nə uşaqlar bu qədər. Like atıb, abunə olub, xoş yorumlarınızdan yazmağı, xoş yorumlarınızı bizdə əsirgəməyin. Dediyim kimi gözəl yerdir. Gəlməli istəyirsinizsə gəlməli yerdir. Belə göstərə bildiyimiz qədər, əlimizdən gələn qədər Əlimizdən gələn qədər çəkib göstərməyə sizə çalışdıq. göstərməyə çalışdıq. Qutaraq başqa sözüm var? Yox. Heç bir şey. Abunə Görüşürük olmağı inşallah. unutmayın. Bundan sonraki videoda görüşərik. Abunə olmağı unutmayın. Hold me close till I get up. Time is barely on our side.